Nəcəf bəy Vəzirovun Ağakərim xan Ərdəbilli piyesini dinləyin. Verilişdə Respublikanın xalq artisti Əliağa Ağayev, əməkdar artistlərdən Əliməmməd Atayev, Hüseynağa Sadıxov, artistlərdən Ruxsara Ağayeva, Rəhilə Məlikova, Solmaz Qurbanova, Osman Hacıbəyov, Türhüd Qasımov, Əlibaba Ağayev və Ziya Mirzə Həsənov iştirak edirlər. Aparıcının sözlərini Gültəkin Cabbarlı oxuyur. Verilişin rejissoru Ulduz Rəfilidir. Ağakərim xan bütün var dövlətini sandığa doldurub, gizlincə bağçada bastırmışdır. O pəncərə qabağında oturub, hey bağçaya baxır. Ağakərim xan bağçaya yürür. Nökəri Əhməd tez evə girib, hər tərəfə axtarmağa başlayır. Bu zaman Ağakərim xan qayıdır. Əhmədi görüb deyir. Ada naldırız oğlum naldırız. De görün burada ne gezirsən hı? Başınıza dönüm. Belə də murdar adam olar. Burnunun altında ne danışırsa gide. De görün burada ne gezirsən. Acığın niyə tutur ayağa? Mən burada İskəndər xanı gözləyirəm. Ada çölde gözleyebilmezsen. Çölde gözleyebilmezsen. Siz bu eve girende gözleriniz dört olur. Ora buranı aktarırsınız. Görün bir şey uğrayabilirim mi? Elinize düşeni koyursunuz cibinize. Koltuğunuza, çorabınızın içine haranınıza, avdelerini avdur üstte. A başınıza dönüm. Siz o adamlardan değilsiniz ki, sizin 1 dinar pulunuzu uğurlamak mümkün ola. İndi ki bizi uğur hesab edirsiniz, qapınızı qıfıllayın. Ya ki, sərbaz kimi gece gündüz keşiş çeşin, olun arxayın. Zalim oğlunun sözüne bak sözüne. Pulum olsa korkma gizlederim. Siz ele melunsunuz ki, meydi de soyarsınız. Ayağa, başınıza dönüm. Bizə nə borcdur pulunuzu harda gizledirsiniz, ya gizlədmirsiniz? Adam ben sana ne vaxt dedim pulumu gizledirem? Ha? Ne vaxt dedim? Zalim oğlu diyesen pulların yerin bili bakı. Hayır değil. Bundan sonra benim kapıma gelmezsen. Eşitirsen mi? Mən qələt elərəm, bir də bura gəlirəm. Baş üstə, gəlmərəm. Çox lazım deyil. Murdar oğlum murdarın dişlerini tökeceğim ha. Sana değilim benim kapıma gelme, gelme, gelme. Nedir sözün? Baş üstə, baş üstə, baş üstə. Dayan. Geri kay. Elini göster görün. Buyur. O birini de. Buyur. Ayaklarını göster. Buyur. Ha. Beri getir ciblerini görün. Bu şalvar o kadar gendir ki bunun içinde her ne istese gizletme yolar. Ay derzi elime düşeydi. Boğazdan asaydım seni. Ada bu böyleydi de şalvar ola. Mənim də əlimə düşəydi sənin pulların. Nə səliqə ilə düzərdin? Ay da burnunun altında ne mırıldanırsan? Deyirəm ağa, döşümdə də bir balaca cibim var. Ona da baxın. Boynunu al görüm ne götürüpsen. Tez ol. Yoksa gönlü Allah. Seslen görün. Ağa, vallahi heç zat götürməmişəm. Bak budur sene deyirəm. Dürüst kulağımda sakla. Her ya bir de seni burada görsem etini özüne yedirdeceğim. Eşittin? Gel. Görsəm ki bu evə ot düşüb yanır, yenə yaxın gəlmərəm. Doğrusu ki böyük pul saklamak çok çetin şey. Bilmirsen harda gizledesen. Her ya sandığa koyup evde saklayasan olur göz kabağında. Oğrudur. Girdi otağa attı dalına götürüp gitti. Ne eyleyesen? Yerde bastırasan onu da gerek eleyesen ki gören olmasın. Bu da çok çetindir. Hoşbaxt o adamdır ki pulunu qorxusuz yerde saklayabile. Bilmirəm yaxşı elədim mi? Dünən gələn pulu sandığa koyup bağda yere bastırdım. Bu zaman Ağakərim xanın oğlu İskəndər xan
və qızı Leyla o bir otaqdan çıxıb onun söhbətini eşidirlər. Vay, məni deyəsən eşitlər axı. Nə var? Ne üçün təşrif gətiribsiniz? Bir elə iş yoxdur ata. Çoxdan mı orada durmuşduq? Xeyr, elə gəlişimizdir. İşe gelmişik. Eşitdiniz ki... Biz adı eşitmədik. Yalan deyirsən, yalan deyirsən. Ola bilməzdi ki qulağınıza çatmayaydı. Başının üçün heç bir zada eşitmədik. Yalan deyirsən də. Mən burada özümlə danışırdım ki, gör zamanlı necə xarab olubdur ki, 100 manat pul tapmaq olmur. Xoşbaxt o adamdır ki, onun heç olmasa 10.000 manat pulu var. Ata, məyər pulun yoxdur ki, belə ürəyindən 10.000 manat arzu edirsən? Səninki Allaha şükür. Odur da, elə danışırsınız ki, düşmanlarım da məni milyonçu hesab edirlər də. Bir gündə gəlib mənim başımı kəsəcəklər o ümid ilə ki, bir sandıq pul aparacaqlar. Sonra görəcəklər ki, məndə bir dinar da yoxdur. Bax, elə sənin bu libasından teşbəh tut. Neçə yol mən sizə demişəm ki, bahalı libas giymək eyibdir. Axı bu libasları satsam bir çavuşda böyük may olur. Ata. Bircə mənə de görüm, çəkmə əvəzinə başmaq geymək olmaz. Çəkmənin biri 6 manada, başmağın biri 3 abbas. Ata. Bax bu şalvara ne üçün düymə tikilib, hı? Ne üçün? Məyər tuman bağlı tuman geymək olmaz? Ata. Baxın görün nə qədər hədər xərclər edirsiniz. Yəqin ki mənim pulumu yoğurlayırsın. Ata. İyiyimdir ata. Öyle söz değil mi? İndi gəl Leyla'nın libasından danışaq. Benim libasımdan danışmak lazım değil ata. Çünkü ahır sözünüz bu olacak ki başa bir torba salıp dolanmak olar. Kabulumdur. Yani böyle değil. Böyle değil. Bak bu neden ötürüdür? Ne deyirsiniz, ne deyirsiniz? Doğrudur ata. Hamısı doğrudur. Ancak koy bu söhbetler dursun kenarda. Biz senin yanına bir tevekkiye gelmişik. Xeyr, məndə pul zad yoxdur. Heç nahaq zəhmət çəkməyin. Pul ehvalatı yoktur ata. Mənə nədir? Oğlun İskender evlenmek istiyor. Ne buyursunuz? Evlənmək. Elə mən özüm də evlənmək barəsində sizinlə danışmaq istəyirdim. Mən öz fikrimi də sizin fikrinizdə çəkmişəm. İskəndər. Bəli. Bu qonşuluqda bir qız var. Özü də təzə gəlibdi. Adı da Züleyxa xanım. Sən onu görübsən. Bəli ata. Görmüşəm. O qız necə qızdır? Cehizzadı var mı? O qız dünya xərcinə dəyər. Təmiz, gökçək, ağıllı. O hər kimə qismət olsa, bil ki dünya yüzündə xoşbaxt olar. Amma cehizi yoxdur. Kasıbdırlar. Cehizi yoxdur. Yeni azdan çoxdan bir şey. Xeyr yoxdur. Çox eyibdir. Həyif. Səd həyif. Hele kız alanın gözüne cehiz görünər. Ne söylürsen ata? Onun bir tek canı dünya xərcinə dəyər. Mən çox şad oluram ki, sən o qızı tərif edirsən. Çünki bu günlərdə mən onu görmüşəm. Və çox da xoşuma gəlibdi. Bəli. Qəsdim budur ki, Bəli. onu özüm üçün alım. Hərçənd cehizi yoxdur. Eyb eləməz. Mən ev xarcını biraz əskildərəm. O da gələr cehizin yerini tutar. Necə? Züleyxanı istəyirsən özün üçün alasan. Bəs necə? Yoxsa ağlına gəlir ki o qızı sənin üçün almaq istəyirəm. Züleyxanı alıb İskəndər xan üçün. Xarcını da özüm çekim. Acayip turş xəyaldır. 60 yaşında koca Züleyxanı almaq istəyir.
Allah gözden nəzərdən saxlasın. Ne mırıldanırsana gedər. Elə danış, mən də eşidim. Bir elə söz yoxdur. Deyirəm başım ağrıyır. Geç çəkdir. Başım ağrıyır. Başın ağrıyır. Ha. Eybi yoktur. Ged aşpazhaneye biraz su versinler. İç, başının ağrısı kesilsin. Doğru buyursan ata. Getmək məsləhətdir. Yoxsa işi büruzə verərəm. İskəndər xan gedir. Ağakərim xan otaqda tək qalmış qızı Leylaya deyir. Leyla, qulaq as gör ne deyirəm. Mənim xahişim budur ki, səni verim Ağa Heydərə. Ve İskender üçün bir dul arvad var, onu yalım. Bəli, sən verdin, mən də getdim. Səni bir kişiyə vermək istəyirəm ki, heç baban da görməyim. Dövlət nə qədər keyfindir. Özü sinne dolmuş, gökçək, mən yaşda, əl-əli xüsus, məndən də cahil. Cehiz də istəmir, xarcını da özü çəkəcək. Ata, o ixtiyar görə yaxı kimdədir? Ne dedin? Ne dedin? Benim ixtiyarım yoktur seni ərə vermeye. Vallahi dar ağacına çektirəm seni. Ada Rahim! Rahim! Rəhim Leylanın sevgilisidir. O öz məhəbbəti naminə Ağakərim xanın yanında nökərçilik edir. Rəhim tez gəlib baş əyir. Nə buyurursunuz ağa? Benim bu kızım deli olur. Sizin sözünüz haqdır ağa. Necə? Meğer bilirse biz de barədə danışırdık. Xeyr ağa, bilmirəm. Ancaq onu bilirəm ki, siz ömrünüzdə heç vaxt səhv etməmisiniz. Vəssalam. Bərəkallah. Doğru deyirsən. Mənim səhvim olmayıb və ola da bilməm. İndi qulaq as. Mən Leylanı vermişəm Ağa Heydərə. Leyla xanım buyurur ki, mən ona getmirəm. Leyla xanım nahaq yerə belə xoşbaxtlıqdan əl çəkir. Amma tələsmək lazım deyil ağa. Belə ittifaqdan əl çəkmək böyük axmaqlıqdır. Cehizsiz, xarcı da özündən. Cehizsiz, xarcı da özündən. Allah mübarək eləsin. Xanımın danışmağı nahaqdır. Bağçadan it səsi eşidilir. Ağakərim xan tez Rəhim ilə Leylanı otaqda qoyub bağçaya qaçır. Evi yıxılmış. Pul adı çəkilən kimi elə bilir əzizlərin adı çəkilir. Mən bir belə qəribə adam görməmişəm. Amma Rəhim, bilmirəm sən nə danışırsan. Cənkara haqq söz naxoş gələr. O hər nə desə cavab verəsən ki, bəli, belədir. Mən qorxuram Rəhim. Kişi məni xətaya salar. Hüccət adamdır. Ondan hər nə desən çıxar. Bəli də, Rəhim ölmüşdü ki, səni onun əlindən alsınlar. And olsun Allaha, dünyayı aləmi xaraba qoyaram. Mən atamı anamı unudub, bu qapıda səndən ötürü nökərçiliyi qəbul eləmişəm. Səndən ayrıla bilərəmmi? Arxayın ol Leyla, belə iş ola bilməz. Budur, kişi gəlir. Ağakərim xan gəlib xəlvətcə Rəhimlə Leylanın söhbətinə qulaq asır. Rəhim onun pustuğunu görərək Leylanı danlamağa başlayır. Qızım borcudur. Atası buyursa ki, qızım səni hambala verdim. Qız gərək cavab versin ki, sahib ixtiyarsınız ata. Ələl-xüsus o məqamda ki, cehizsiz, xarcı da özündən. Barakallah Rəhim, afərin. Bugündən artıq sən mənə xoş gəlirsən. Allah qoysa mərhəmətim sənə çox olacaq. Leyla, bundan sonra Rəhim sənə hər nə söz desə, onun sözündən çıxmayasan ha. Eşidirsən mi? Mən gedirəm şəhərə lazım şeyləri almağa. Sən də yavaş-yavaş hazırlaş. Ağakərim xan gedir. Rəhim öz sevgilisi Leylanı qucaqlayıb bağrına basır. Aradan bir neçə gün keçəndən sonra Ağakərim xan Bədircahanı yanına çağırtırır ki, Züleyxa haqqında söhbət aparsın. Bədircahan otağa girib Ağakərim xana salam verir.
Hoş gördük Bedircahan. Keyfin, damağın, arvad nece dolanırsan, yaxşısan mı? Hoş günün olsun ağa. Bir değer dolanıram. Göz değmesin ağa. Tut. Sen o yandan beri gelende dedim göresen ay Allah. Bu hamsi pehlivandır. Kıpkırmızı lale kimi. Sona yerişti. Oğlanların ölsün ki doğru deyirəm. Maşallah. Gözüm ayağımın altına. İşlerimiz ne haldadır, işlerimiz ondan söyle. Hiç soruşmaq lazım değil. Bir şekil Bedircahan iqdam edib. O gerek həll olunsun. Mümkün değil ki olmasın. Ağa, başın için kıza, anasına o kadar senden dedim ki ağızları açık kalın. Az kaldılar ki valih olsunlar. Oğlanların ölsün ki Züleyxa hanım sana belə aşkarca aşık məşq olub dinməz söyləmək. Demek iş düzelip alacağız. Alacağı yansıdır. Bedircahan ola, elinden iş kurtular. Çok pakize. Ben de buyurun faytonu hazır etsinler. Aferin xan. Bax, belə. Yavaş görün Bedircahan. Bəs cehiz baresinde danışık olmadı. Ahı sen gerek anasına kandıraydın ki bizim vilayette cehizsiz kızı hiç kim almaz. Allahına şükür elə xan. Papağını da göyə tulla. Mən sənə qız alıram ki, ildə sənə 1000 manat xeyri olacaq. 1000 manat xeyri olacak. Ve sen deyirdin ki çok kasıptırlar. Hiç zatlar yoktu. Səbrini bas, hesabına bax. Züleyxa xanımın bir xasiyyəti var ki, gündə bircə dəfə taam yeyir. Bir parça əl böyüklüyündə çörək, biraz süt, yağ qatıq, ya da ki 2 dənə yumurta. Və salam nəğmə tamam. Zər libası, qızıl zinəti görməyə gözü yox. Hesab elə, qeyri qız olsa, o səndən istəyəcək yaxşı yemək, içmək, zərxaradan çərkəzi tuman. Mənim kimi kasıb arvad da qapına gələndə bir şey də bağışlamaq lazımdır. Bu xərclərin hamısını bir yerə cəm edəndə 2000-dən artıq eylər. Hay ölme eşeğim ölme. Yaz aşılar yonca biter yonca yersen. Cehiz söhbeti hele dursun. Ben bir şeyden korkuram. Ben koca, o cahil. Ben onu alandan sonra belki o dinc oturmadı. Onda nece olsun? Bax, bu barədə heç qorxmaq lazım deyil ağa. Çünki onun cahil oğlanlardan bir mənlə zəhləsi gedir. Görməyə də gözü yoxdur. Ona xoş gələn qocadır qoca. Deyir ki, cahilin başında ağlı olmaz. Məhəbbətə etibarı. Qoca kişi məhəbbətdə möhkəm, hər fənnidən xəbərdar. Kişi də hənalı saqqalı gərək. Əlbəttə. Gözündə eynək. İndi bilirsən ağa nə bax? Bax, mən səni xəbərdar edirəm. Hər gəh doğrudan da ona almaq istəyirsən, heç vaxt səy eləmə özünü cahil göstərməyə. Allah eləməmiş birdən başlarsan cahillıqdan dəm vurmağa, onda da yəqin iş pozular, düzəlməz. Bərəkallah Züleyxa, bərəkallah, afərin. Ay ağa, oğlanların ölsün ki yalandan demirəm. Mən sənin boy buxununa baxanda az qalıram ölüm. Yerişin, kəkliş yerişi.
boyun səri bağacaq. Danışanda da ağzından qənd şəkər tökülür. Qadan almaq zəhmət olmasa. Otaqda bir gəzin görək. Yaxşı. Maşallah, maşallah. Daha bəsdir. Daha bəsdir, başına dönüm bəsdir. Vallahi qorxuram sənə gözüm dəyə. Ay. Atamın ərvahını Bedircahan. Mən heç ömrümdə azar bezar görməmişim. Pamazı paltarım olub. Özdə qalın. Ancaq hərdən birdən dişim ağrıyır. Bir qıçım ağrıyır. Bir qulağım ağrıyır. Bir gözüm ağrıyır. Çox vaxtdakı belim. Xan, bilirsən başına dönüm. Səndən bir təvəqqə edəcəyəm. Divanda bir iş başlamışam. Bu yoxdur. Sən ki Züleyxanı belə tərif edirsən, gör sənə nələr verəcəyəm. Elə mənim divan işimə kömək eləsən, dəxi mənə artıq şey lazım deyil. Bir 5-6 manat kifayət eylər. Borc da olsa bir ağa, başına dönüm. Ölənə dək sənə duaçı ollar. Demək Züleyxanı alırıqsa yaman olmaz. Çox sağ ol Bedircahan. Hələ ki xudahafiz. Ağa Kərim xan güclə yaxasını Bədircahanın əlindən qutarıb, o biri otağa keçir. Qapını bağlayır. Bədircahan Ağa Kərim xandan bir şey qopara bilməyib, kör peşiman çıxıb gedir. Ertəsi gün Ağa Kərim xan oğlunu, qızını və nökərlərini çağırıb deyir. Qatar durun. Qatar durun. Ad-bad hər nə ki sizə buyuracağam, o bugün gərək cabəca əmələ gəlsin. Vay o adamın haline ki Nuh dəcən səhləkarlığı çıxar. Ayaqlarını fələqqəyə salıb dırnaqlarını tökəcək. Eşidin və yadınızda saxlayın. Leyla, yaxın gəl. Diqqət səliqə ilə heyət bacanı tərtəmiz süpüttürüb gül kimi elətdirərsən. Su səpdirib zərrəcə qoymazsan toz qalsın. Otaqları, pəncərləri həmçin. Vay sənin halına. Hər ya bir səndal və ya miz xərab ola. İlavə özün nə qədər boşqab, nəlbəki, kasa ortalığa verəcəksən, tam hesab ilə verib, hesab ilə də təhvil götürərsən. Vaveyla! Vaveyla bir cesi onlardan sınav, ya uğurlana. Get dur yerində. Əhməd, Bəli. yaxın gəl. Pişi xidmətlik səninlədir. Mizin üstüne dikkat səliqeyle boşqabları, piyalaları, kasaları, maskuraları düzəltsin. Qonaqlar əyləşəndən sonra durarsan kənarda. Hər nə buyursalar o saat əməl eləyərsən. Bir kəlmə danışmazsın. Zamanı ki başladılar şərbət içməyə. Tez-tez su təklif edərsən. Şərbət istəyənə artıq məhəl qoymazsan. Güya ki eşitmirsən. Necə ayağa? Eşitmirsən, karsan, kar. Neçə dəfə təkrar edəndən sonra piyavlənin dibinə azca şərbət töküb verərsən. İndi bir elə görüm necə eləyəcəksən? İndi bir elə görüm nə tərləyəcəksən? Adə sənin əməni daha? Eşitmirəm da. Ada hindi eşidirsən, orada eşitmeyeceksen. Ha. Ada yavaş. Neydirsen ay heyvan, sana deyirəm bir damcı. Ağa bir dıkkana. Ha. Her ya bacarsan, biraz da qaşqabağını turşudarsan. Qandın ne buyurdun? Qandım ağa. Ancaq bilmirəm ağa. Qonaqlara elə bu libasda mı qulluq edəcəyəm? Bəs necə?
Yoxsa fikrində var ki, mənim əbamı geyib qulluq edəsən? Xeyr ağa, iş onda deyil. Bəs nədədir? Ağa, başına dön. Məhəl görmürsən ki, arxalığım qabaqdan əl böylüyündə yanıb, şahlarım da çırılıb, yamamaq da mümkün deyil. Eybi yoxdur, eybi yoxdur. Çiynində qətifə olacaq. Bir ucunu at çiyninə, bir ucunda arxalığın qabağına. Hə, bax belə. Burada bir çetin şey yoxdur ki. Xeyr. Get dur yerində. Baş. İskəndər, Bəli. yaxın gəl. Sənin borcundur mənim nişanlım gələndə pişavavza çıxıb ona xoş gəldin söyləyəsən. Və artıq xoş sifət göstərəsən. Bir elə səbəb yoxdur ki, mən Züleyxəyə pis sifət göstərim ata. Mən canımı, malımı onun yolunda qurban eləməyə hazıram. Arxain ol ata. Yalan danışma oğul. Eyibdir səndən ötürü. Məlum və aşkar işdir. Heç vaxt uşaqlar sevməz ki, ataları gedib dubarı evlənə, analarının yerinə qeyri arvad gətirə. Ne üçün bu sözləri bir məna danışırsan? Əlbəttə. Mənası var ki, danışıram. Siz arxain olun ata. Züleyxanı görəndə elə bilirəm ki, bütün dünyanı mənə verirlər. Hər ya bu sözləri can və dildən deyilsənsə, mən səndən razı yollam. Çox pakizə. İndi siz gedə bilərsiniz. Leyla, İskəndər, Əhməd, gedin işinizdə olun. Gedin. Rahim, Bəli ağa. Səfər Əli, Bəli ağa. yaxın gəlin. Qəsdən mən sizi axıra saxladım. Ağa, mən sizə aşpazlıq edəcəyəm ya mehtərlik. Sən bugün lazımsan necə ki aşpaz, necə ki mehtər. Amma əvvəl gərək aşpazlıq edəsən. Ağa, belə olan surətdə rüsxət verin, mehtər libasını çıxarım, aşpaz libasında qalım. Ha, bərəkallah, bərəkallah. Bir belə dur görüm. Ha, bir də dur görüm. Ha, bax belə. Səfərəli biraz tənbəl olmasa, heç əvəzi yoxdur. Hə. Çox qoçaq oğlandı. Səhv eləmə Rəhim, tənbəl şah qapısında olur, bəzən elə xan qapısında da olur. Bizim də tənbəlimiz Əhməddir, müftəxor. Mən tənbəl adamı sevmirəm. Siz özünüz görürsünüz ki, gündə neçə dəfə bağa gedirəm. Bağa? Ayrı şey üçün getmirəm ha. Gedirəm görüm meyvadan zatdan uğurlayan olmayıbdır ki. Kişi üçün tənbəllik böyük eyibdir. Bilirsən indi Səfərəli nə var? Bu axşam mənim neçə nəfər qonağım var. Onlar üçün gərək çox əla xörəklər hazır edəsən. Ağa, xörəklərin yaxşı olmağı bağlıdır xarca. Xarc da bağlıdır nəqd pula. Pul nə qədər çox olursa, bir o qədər də xörəklər yaxşı olur. Səsini kəs! Kəsdim ağa. Axmaq oğlu axmaq. Mən ağzımı açmamış pul, güya puldan suya gedənin dilinə qeyri söz gəlmir. Mən ömrümdə heç belə namünasib cavab eşitməmişdim. Güya ki, artıq pul ilə yaxşı xörəklər pişirmək çox çətin işdir. Onu bizim Bədircahan nənə də bacarar. İş ondadır ki, az pul ilə yaxşı xörəklər hazır edəsən, həm də ucuz. Vallahi, mənim başımı paltı ilə vursuz. Mən yenə başa düşə bilmərəm və bilməyəcəyəm də. Necə ola bilər ki, yaxşı xörəklər hazır edə biləsən, az pul ilə. Ayə də Səfər Əli, Bəli. sənin qəsdin odur ki, məni xoruza yükləyəsən. Mən də ona razı ola bilməyəcəyəm və salam. Əlac nedir? Ağa deyir sürdəriyə. Eybi yoxdur. Ağa, buyurun görək neçə qonaq olacaq. Hə, ya 8, ya 10. Amma sən xörək hazır edərsən 6 adam üçün. Ondan ötürü ki, bir xörək ki besələr 6 adama, o kifayət edər 8-ə də, ona da. Bir xörək pişirginə nay Səfər Əli, bir xörək pişirginə nay Səfər Əli,
Karşıya söz iletir hem de mezeli, hem de mezeli, hem de mezeli. Pişirəm lülə kabab dolma fincan və pilov. Pişirəm lülə kabab dolma fincan və pilov. Yanında unar şərabı xeyli ləziz lobya çilov. Paylaram qonaqlara o şirin şərbət tuluq. Üstündən paxlavası, xam şəkərini, bir də sucuq. Ay sen ölesen, ondan sonra mən də sənin üçün hazır edərəm fələqqə çubuq. Niyə ağa? Zalim oğlu zalim. Senin fikrin beni xoruza yüklemektir. Yoksa senin qəsdin tamam şehir əhlinin hamısını doydurmaktır. İndi səfərəli get, Mehtər ribavsını giyin, faytonu hazırla, atlar da boş. Get. Ayağa, bir dəf əlik mənim adımı yaratmaz qoy qurtarsın geçsin. Bu ne sözdür değilse yine. Ayağa, başıma dönüm. Atlara biz arpa vermirik, ot vermirik. Bir quru samandır, onu da veririk bir xəşmə. Həftədə bir dəfə yemlənən at nə olar? Bir dəri, bir sümük. Quyruqlarından da tutmasan, kömək verməsən, heç ayaq üstə dura bilmirlər. Yani buradan şehrin o başına da gidebilmezler. Ərz eləyirəm ki, heç ayaq üstə dura bilmirlər. Siz nə buyurursunuz? Ağa, siz heç darıxmayın. Atları da mən hazır elərəm. Ancaq zəhmət olmasa, buyurun gedək görək qeyri işlərimiz nə haldadır. Rəhimlə Ağakərim xan gedirlər. Səfərəli onların dalınca acıqlı baxıb tövləyə gedir. Bədircahanla Züleyxa gəlirlər. Mən gəlmişəm Leyla xanımın yanına. Gəlməmişəm xanla söhbət eləməyə. Ağrı xanın ürəyinə. Xan gələndə qiyamət qopmayacaq ki. 2 kəlmə danışıb çıxıb gedəcək. 2 kəlmə olmasın. Allah vara yarım kəlmə olsun. Deyirəm olmaz. Olmaz və salam. Bu gələn eybəcər kimdir Bədircan? Ağakərim xan gəlir. Züleyxanı görüb çox şad olur. Sen bu eve hoş gelmişsen Züleyxa xanım. Sefa getiribsən əziz canım. Mənim bu cah-ı cəlalım sənə peşkeşdir. Eyib tutmayın ki mən sizin yanınıza eynək taxıb gəlmişəm. Elə eyneksiz de sizin güzelliğiniz aşkar görünür. Məlumdur ki aya güne eyneyle bakarlar. Bədircahan. Bəli. Sebep nedir ki Züleyxa xanımın danışımı? Çok arzu ederdim ki onun mübarek sesini eşidim. Özünüz bilirsiniz ki kız uşağı hayalı olur. Danışmaz. Ələlxüsus sizi görüp biçarenin dili bir mərrə tutulub. Tutulub. Elbette hayanın özü de cevabına zənin için büyük güzelliktir. Necə murdar. Ne yaman eybəcərdir başınıza dönün. Budur. Gelir benim kızım senin pişavazına. Kızım gel. Gel gör nece hayalı konak bize gelibdir. Əziz qonaq bizi sərəfraz edib. Xoş gəlib. Tez gələ bilmədim. Bağışlayın. Xeyr, gərək siz bağışlayasınız. Çünki əvvəl mənim borcumdur sizin yanınıza gəlmək. Görürsünüz Züleyxa xanım benim kızım ne tez qalxıb. Məlum işte cəngəldə ot tez biter. Leyla'ya bakıp elə fikir eləməyik ki benim sinnim artık ola. Ağa,
Nə sözdür buyurursunuz? Əlbəttə gərək elə olsun. Budur. Oğlum da gelir. Gel oğlum. Gel pişavavza. Sənə nəql elədiyim oğlan budur Bədircan. Məyər bu xanın oğluymuş? Təəccüb eləmir ki, mənim belə böyük evladlarım var. Mən 14 yaşında evlənmişəm ona görə. Dilim tutulub, nəfəsim batıb. Təəccüb eləyirəm xudavənd aləmin işlərinə. Rəva deyil ola gül xar ilə əniz. Xanım, sizdən təvəqqə eləyirəm oğlumun sözünə çox da qulaq asmayasın. Çünki onun ağlında biraz əngəl var. Heç acığın tutmasın ata. Rəva deyil, insaf deyil. 70 yaşında koca, ağzında bir dişin yok. Konuşma, sesini kes, sözünü ut. Navdürüst oğlu navdürüst. Dilini yerindən qopardaram. İş tutarıb gedib bu təzədən girib meydana ki mən də varam. Belim bükülüb, ələyağın titriyir. Sənə layiq deyil bu vaxtında evlənmək. Utan, haya elə. Gedəz sənə nə olub, dəli olubsan, başına at təpib, heç bilirsən nə danışırsan, çıx bu saat mənim evimdən, sürün gözümün qabağından nəmək bəhrə ol. Xeyr, mən dəli olmamışam. Dəli sən olmuşsan ki, belə işə iqdam edirsən. İskəndər xan acıqlı o bir otağa keçir. Züleyxa, Leyla və Bədircahan Leylanın otağına gedirlər. Ağakərim xan tək qalır. Yenə də it səsi gəlir. Ağakərim xan tez bağa qaçır. Görür ki, sandıqça yoxdur. Hayküy salır, evə yürür. Vay! Vay! Ay gedələr Rəhim, Səvər Əli! Vay! Vay! Amanın günüdür, gəlin! Gəlin başınıza dönün! Evim yıxıldı! Evim yıxıldı! Aman! Ay! Hər tərəfə qaçın! Tutun oğrunu! Tutun oğrunu! Qoymayın ha gedələr! Ay Allah! Ey Peyğəmbər! Göklər, ulduzlar, məni soyublar! Dedəmə od vurublar! Pulumu kim apardı? Kim apardı? Ah! Allah! Allah pulumu kim apardı? Mənim gözəl pullarım, mənim əziz pullarım, yaviyet edəcəyəm. Yerdən, gökdən bir divanxana qoymayacağım. 10 dəqiqə bundan irəli baxmışdım, pulum yerindeydi. Mənim pulum yerindeydi. Mən nə işə düşüm, hay Allah. Nə oldu? Cemal, mən ölürəm. Ağam ölür. Ölürəm. Sərbazlar. Gəlin. Mənim pulum tapılmasa bu boğazdan özüm yaxsacağım. Bu boğazından ağam. Bax bu boğaz. Amandır. Qoymayın. Amandır qoymayın. Ey cemaat. Yenə də bağçaya yürür. Əhməd əlində Ağakərimin pulla dolu olan sandıqçası pəncərədən içəri girib İskəndər xanı çağırır. Ağa, zəhmət çək, tez ha. Ne olub, ha gedə? Atam ne için belə qulun kimi qışqırırdı? Eşitdim ağa, atanı öldürmüşəm, hələ çox bağıracaq. Axı bir de görüm, ne olub? Sandıqçanı vurmuşam, içi dolu pul. Ne? Sandıqça? Sandıqça hardaydı? Bir danış görüm, yerini hardın bildin? Başına dönüm, sən nə tər adamsan? İndi söhbətin mağamı deyil. Bu saat xan aləmi tökəcək bura. Gəl görək sandıqçanı nə tər elərik. Gəl görək. Gedək. Gəl. İskəndər nökəri Əhmədlə çıxır. Ağakərim xan dalınca minbaşı gəlirlər. Vay. Minbaşı Ağakərim xanı sakitləşdirmək istəyir. Xan, səbrini bas. Əvvəlinci dəfə deyil ki, mən uğur axtarıram. Allah mənə o qədər dövlət verəydi. Nə qədər ki, mən oğru tutmuşam, zindana salmışam. Ürəyim tab tutmayır minbaşı. Məni qınama məni. Gərək dünya və aləmi divan əhlinin hamısını tökəm buraya. Gərək mənim bu işim açıla.
Yoksa tamam divanı sallar. Nəql elə görüm sandıqçada nə qədər pul var idi və nə vaxtı aparıblar. Dilimə geçirə bilmirəm. Sandıqçada var idi 2000 tümən qızıl. Bastırmışdım bahçada. Səhərdən indiyə kimi 5 dəfə baxmışdım mübaşi. Pulum elə bu saata aparıblar mübaşi yıxıblar. Mən sandıqçada, bəli, sonra. Tayne sonra atamı öldürüblər da. Kimə gümanım var xan? Tamam dünyaya. Bu saat gerek şəhər əhlinin hamısını tutsak eləyəsən. Xan, hərgah mənim imtihanıma etibarım varsa, artıq küy qalmağa lazım deyil. Hətta işi xarab da eləmək olar. Balaca işin üstünə düşdüm, kifayət eylər, sonrası sənin borcun deyil. Minbaşı Ağa Kərim xanın dediklərini yazır. Bu zaman Səfərəli gəlir. Pəncərədən həyətə qışqırır. Akadere, siz evden kuzumu soyun, sonra hemen lazım olsa ben ederim. Ben özüm ederim, soyun, kuzuları soyun. Ana, kimi soyursan? Ana gene kimi soyursan beni? Hayır ağa. Beni. Hayır ağa. Beni soyursan. Hayır ağa. Adam beni. Ağa hayır ağa. Başıma dönüm kuzunu değilim soysunlar. Ana. Bali. Hansı cehennemde kalmıştı. Beni kuzudan pis soyublar ki. Evimi yıkıblar. Xan səbriniz olsun. Yaxın gəl görüm qoçaq. Xan biraz səbr elə. Sən xanın evində nəçisən? Ben hem mehtərəm, hem de aşbaz. Vay. Sən qeyri fikrə düşmə əzizim. Ancaq səndən hər nə sual etsəm, ona cavab ver. Elə üzündən, gözündən görürəm ki, sən təmiz adamsan. Xanın 2000 tümən pulunu oğurlayıblar. Aşkardır ki, bu ev adamının işidir. Mənə doğrusunu de görüm, bu kimin işi ola bilər? Yaxşı ittifak elime düşübdür, bu iş heç kimin işi değil meğer ki Rəhimin. Ada açıq danış, dodağı altında ne mırıldanırsan? Xan, Allah xatirinə səbriniz olsun. Bəs kimi deyirsən? Xanın əziz nökəri Rəhmi deyirəm. Ha? Rəhim? Ha, mənim pulumu gizlətdiyim yerdə heç Rəhmi görübsən bağda? Bağda görmüşəm ağa. Ha? Görmüşəm. Ha, əlində sandıqça görmədin? Görmüşəm ağa. Sandıqçacı görmüşəm. Ne tər sandıqça? Nə tər sandıqçaydı, ha? Elə sandıqça tərində ağa. Yox, mənim sandıqçam nə böyüklükdəyim. Ağa, bu böyüklüyündə. Bu boyda xan. Yox, biraz balaca. Belə. Rəngi. Rəngi? Elə sandıqça rəngində. Yox, mənim sandıqçamın rəngi nə rəngindəyim? Qara. Yox. Qırmızı. Sarı. Bəli, qara, qırmızı, sarı. Şükür Allaha. Heç şey yoxdur ki, haman sandıqçadır. Minbaşı, yaz dəftərə. Allaha şükür ki, izinə düşmüşük. Ağa, budur Rəhim özü gəlir. Tərpənmə, məlun. Bura gəl görür. Dinməz, söyləməz al boynuna. Mən sənə neynəmişdim ki? Nəmək bəhram ki? Sən məni cəmaatın içində rüsva elədin. Necə məyər ağa? Özün bilirsən. Daha necəsi yansıdır? Xeyr ağa, bilmirəm. Bilmirsən? Ey nəmək bəhram. Gizlətmək lazım deyil. İş aşkar görünür gün kimi. Mən səni gətirdim evimə. Sənə ehtibar elədim. Bəli. Ahırda sən mənə namət çıxdın.
Al boynuna. Yoksa bu saat başını bedeninden götür. Al boynuna. Ağa, müqəssirəm. Ha? Mənim qəsdim var idi ki, əhvalatı açım sizə nəql edeyim. Ancaq elə məqam tapmırdım. Allah xatirinə ağa, qəzəbli aç olmayın. Aha, özünü təmizə çıxartmaqdan ötürü daha nə sözün var? Mən o qədər müqəssir deyiləm. Necə ki siz hesab edirsiniz? Qaytar. Qaytar özümə mənim dövlətimi, malımı, adımı, sanımı. Ağa, məni məhəbbət vadar elədi. Mən müqəssir deyiləm. Nə? Mən pulumu yaxtarıram. Bu məhəbbətdən vurur. Yaxşı məhəbbətdir. Özgənin pulunu oğurla, adını da qoy məhəbbət. Heç kimin dövləti mənə lazım deyil. Mən bu evdə puldan ötürü nökərçilik eləmirəm. Ağa, Allah xatirinə mənim munisimi əlimdən alma. Vermərəm. Vermərəm, dünya bərbad ola. Göydən Cebrail, Əzrail gələ. Yenə vermərəm. Padişaha layiq dövlətimi uğurlamısan. Hələ sözün var danışmağa. Ağa, ya məni öldür, başımı kəs. Ya mənim əlimdən Leylanı al. Bu da bir müsibət. Bu da bir müsibət. Xudaya, mən nə günah eləmişdim. Səsküyə Züleyxa, Leyla və Bədircahan çıxırlar. Əməyim gözündən gəlsin Leyla. Bu nə işdir? Bu nə müsibətdir? Hər ikinizi dar ağacına çəkdirəcəyəm. Atamın ərvahına pul geçsin, namus geçsin, minbaşı, buyur kəndir gəlsin. Ağa Heydər gəlir. Esselamu aleyküm. Ne olur məyər? Cənab-ı Ağa Kərim xan, nə səbəbə belə qəzəbnaç olmuşsan? Ağa Heydər, bu zalim oğlu sənin namzal nişanını yoldan çıxarır. Qeyrəti sizə düşür, ne durubsa? Vur məlunun boynunu. Xeyr, məhəbbətə güc yoxdur. Bundan sonra Leyla da mənə lazım deyil. Cənab minbaşı, əhvalatdan xəbərdar oldunuz. İndi özünüz tənbəhin kesin. Hər gah məndə ixtiyar olsaydı, hər ikisinin başını it baş kimi kəsərdi. Xan, bir tək Leyla xatiri ki mən bu qapıda nökərçiliyi qəbul etdim. Mənə heç kimin cürəti yoxdur oğru desin. Və məni öldürmək qeyri-mümkündür. Rüstəm xan Zəngalanın oğlunu heç kim öldürə bilməz. Nə dedi, nə olar? Necə? Bəli, atam Rüstəm xandır. Anam Xədicə xan. Bəli. Oğlan, səni and verirəm pərverdigara. Nəql elə görüm sən kimsən? Mən Rüstəm xanın oğluyam. Bəli. Qaçaqlar külfətimizi əsir elədilər. Aha. Atam bir yanda qaldı, anam bacım bir yanda. Bəli, bəli. Sonra? Məni apardılar. 10 ildir mən diyar düşüb onları axtarıram. Bəli, bəli. Bu atamın möhrü, bu da anamın bazı bəndi. Oğlan, möhrü göstər görüm. Qurban sana oğlan. Baldı bəndi göstər görüm. Atam oğlu qardaş. Mən özüm də Rüstəm xanın qızıyam. Xudaya şükür kərəminə. Balalarım gəlin sizi bağrıma basın. Rüstəm xan mənə. Atacağım. Rəhim bazubəndi və möhürü göstərəndən sonra hər üçü qucaqlaşıb öpüşürlər. Ağlamaq kifayət elər. Gözlərin aydın olsun qardaş. Balaların tapıldı. Ancaq mən pulumu səndən alacağım. İskəndər xan nökəri Əhmədlə gəlir. Ata, bu cemaatin yanında söz ver ki Züleyxa'dan el çektin. Sandıkçanı bu saat getirin. Hər ya sandıqça səlamət gəlib əlimə çatsa deyərəm əl çəkdim. Buyur ata. İşləri bilirəm. Kızım Züleyxa, yaxın gəl. İskəndər xan, Bəli. əli mənə ver. Sizi bir-birinə tapşırıram. Allah mübarək eləsin. Allah mübarək eləsin. Rəhim xan, Leyla xanım, yaxın gəlin. Əlinizi bəri verin. Tutun, amma toy xarcı məndən deyil. O da mənim gözümüz.
Siz Nəcəf bəy Vəzirovun Ağakərim xan Ərdəbili piyesini dinlədiniz. Verilişdə Respublikanın xalq artisti Əliağa Ağayev, əməkdar artistlərdən Əli Məmməd Atayev, Hüseynağa Sadıxov, artistlərdən Ruxsara Ağayeva, Rəhilə Məlikova, Solmaz Qurbanova, Osman Hacıbəyov, Türhüd Qasımov, Əlibaba Ağayev və Ziya Mirzə Həsənov iştirak edirdilər. Aparıcının sözlərini Gültəkin Cabbarlı oxuyurdu. Verilişin rejissoru Ulduz Rəfilidir. Dinlədiyiniz radyo tamaşa 1959-cu ildə lentə alınıb.